Alo. Alo, salamünaleyküm, axşamınız xeyir olsun. Salam, axşamın xeyir. Hardan zəng eləmisiniz? Doğrudur aydın. Bəli. Yanlışım, doktor, mənim atam müalicə olunub. Deyirlər, bu ayaq şişməsi üzr istəyirəm ifadəmə görə, bu bir balaca yenə şişi var. İndi çəkilmiş. Deyirlər, o ürək problemi, deyirlər, bir şey ola bilərmi? Atanızın ayağının birindədirmi, şişkisindədirmi? Demək olar, ikisində də var, birində laf azdır. Yəni, əvvəllər şiş çox idi, sağ olsun sizlə belə, bir doktor var, Tovuzlu, o müalicə elədi. Düşdü. Yenə elə bir şeylər başlayıb, yenə davanda deyir, onu həkimlə mütləq göstərin. Aha. Yenə bir balaca topuğunda şiş var birində solunda. Aha. Orada mən sizə deyim, çox sağ olun sualınıza görə. Əgər ürəklə əlaqədarsa, mütləq hər iki ayaqda şişin miqdarı bərabər şişir. Yox, varikoz damara və yaxud damar xəstəliyinə bağlıdırsa, onun biri çox, biri az şişir. Yəni, başqa bütün problemlərdə, problemlərdə fərqli şişir. Ürəklə, yəni böyrəklə də əlaqədar olanda fərqli şişir. Qaraciyərlə də olanda, ancaq ürəyə bağlı şişkinlik yaranırsa, o mütləq iki ayağın ikisində də bərabər şişməlidir. Axşam uzanır, yatır, axşama şiş əmələ gəlir. Səhər yuxudan duranda görür ki, şiş çəkilib xeyli dərəcədə. Bu ürəyə bağlıdır, bir mənalı şəkildə ürəyə bağlıdır. Ona görə də onu